analarınızı, atalarınızı artıq buraxın. Heç kim özlərinə məsuliyyət götürmür. Uşaqlıqda anam məni sevməyib. Uşaqlıqda atam məni sevməyib. Qıraqdan məsəl üçün mənim həyatım ideal görsənə bilər. Amma hamımızın ailəsində pis günlər olub, çətin günlər olub, ağır günlər olub, valideynlərimizin özlərinin də insan olduğu, 1000 dənə problem yaşadığı günlər olub. Düz demirəm. Amma bu o demək deyil ki, sənin indiki problemin bu da günahı sənin valideynlərindədir. Çünki sonda sən qərar verirsən. Sən başının üstündə dayanıb səni məcbur eləməyiblər, axı ona get bunu elə. Siz nə olursa olsun, neçə yaşına gəlirsinizsə gəlin. Əgər vaxtı ilə sizi 10 yaşında anavız sevməyibsə, atavız sevməyibsə, siz həmişə bədbəxt olacaqsınız. Okay, mən demirəm bunun təsiri yoxdur. Sometimes it happens and you just have to survive. O da bütün özünüzə baxın. Bir deyim, mən özümdən nə dəyişə bilərəm, mən özümü necə düzəldə bilərəm, mən necə özlərimə məsuliyyət götürüb bu vəziyyəti yoluna qoya bilərəm. Paltar yuyanın, pampersin, isti suyun olmadığı müharibədən çıxmış bir dövrün uşaqlarıyıq biz. Mən öz adımdan danışıram. Mən pampersli, paltar yuyanlı uşaqlarıma baxarkən nə qədər əziyyət çəkirəm. Uşaqlarım nə eləyirəmsə eləyim, gələcəkdə deyəcəklər ki, atam anam mənə travma verib. Yəqin ki vermişəm, verəcəm də. Niyə görə? Çünki mən ideal deyiləm. Mən də insanam, mənim problemlərim var. Bu psixoloqlar kifayət danıyatıya nifrət elətdirdiniz. Qurban olaram anama, atama. Qurban olaram onların hər bir qram əsəbini. Onların mən ayaqlarından öpərəm. Onların mən əllərindən öpərəm. Mən övlad böyüdürəm. Mən övladlarımı fikirləşirəm ki, mənim balam bunu açıb baxacaq və avtomatik fikirləşəcək ki, mənim anam əsəbləşib, deməli məni nifrət edib. Bu ana da insandır da, bu da partlayır, bu da dözə bilmir, bu da biraz əziyyət çəkin, biraz tənbəllikdən çıxın, biraz özlərinizdə işləyin, biraz bu illüziyalardan çıxın. Onlarla pul xərcləyirsiniz psixoloqa. İlk dəfə 2010-cu ildə mən psixoloqa getmişdim. Gəldim universitetdə dedim ki, mən psixoloqa getmə deyirlərsə dəlisən. Nə bilim, gedin pullarınızı xərcləyin. Gedin hamının günahkar olduğunu eşitmək üçün pullar verin. Gəlin evdə anavıza, atavıza nifrət eləyin. Mən pis valideyndən danışmıram. Anam necə bizə baxıb 3 dənə uşaq dalbadal. Necə bizə yemək, bir dənə yemək pişirməyə bilsiz nə bilin. Allah! Adamla atama deyirəm, sən bizi necə çaxlamısan həyatı? Anama deyirəm, necə dəli olmamısan? Yəni mən sənin yerində olsam nə bilim. Amma mən heç birini qınamıram.